Hamıya salam. Gəlin bugün bəşər tarixinin axarını bir anın içində əbədi olaraq dəyişdirən bir hadisəyə səyahət edək. O günə ki, sanki günəş yerə inmişdi. Bəli, bugün atom bombalarının hekayəsindən danışacağıq. Amma bu, təkcə bir silahın yox, həm də insanın öz yaratdığı güclə necə üzdə qalmasının hekayəsidir. Gəlin bu dərin və düşündürücü mövzuya birlikdə baş vuraq. Baxın, hər şey məhz bu hisslərlə başlayır. Bu sözlər, o ağlasığmaz dəhşəti, öz gözləri ilə görən, o anı yaşayan bir insana aiddir. Elə biz də gəlin bu izahata məhz bu insani təcrübə ilə başlayaq ki, o anın həqiqətən nə demək olduğunu anlaya bilək. İndi bir anlıq təsəvvür edin. Göz qırpımında yer səthindəki temperatur 4000 Selsi dərəcəsinə çatır. Bu, günəşin səthinin temperaturuna çox yaxın bir istilikdir. Bu o deməkdir ki, partlayışın mərkəzindəki hər şey, binalar, insanlar, hər şey anında buxarlanıb yox oldu. O ilk anlar tam bir cəhənnəm təsviri idi. Əvvəlcə hər yeri bürüyən qərib, qulaqbatırıcı bir səssizlik və gözləri sanki yandıran bir işıq. Və dərhal sonra saniyədə 440 metr kimi inanılmaz bir sürətlə gələn alov fırtınası hər şeyi yandırıb külə döndərdi. Bir neçə saniyənin içində bir şəhər bütün insanları və xatirələri ilə birlikdə sanki heç mövcud olmamış kimi yox oldu. Yaxşı, bəs necə oldu ki, bəşəriyyət belə bir dağıdıcı gücü əlinə keçirdi? İndi gəlin biraz zamanda geri gedək və bu ölümcül silahın yaranmasına səbəb olan hadisələr zəncirinə nəzər salaq. Hər şey bir domino daşı kimi başladı. Pearl Harbora hücum ABŞ-ı 2-ci Dünya müharibəsinə çəkdi və bu hadisə demək olar ki, atom bombasının yaradılması və istifadəsi qərarını qaçılmaz edən bir hadisələr silsiləsini başlatdı. Və bu prosesin adı Manhattan layihəsi idi. Amma bu sadəcə bir hərbi proqram deyildi. Əsla. Bu, tarixin ən böyük, ən məxfi elmi səylərindən biri idi. Bilirsiniz, onları hərəkətə gətirən əsas qüvvə nə idi? Qorxu. Nasist Almaniyasının bu silahı onlardan daha tez əldə etməsi qorxusu. Gəlin bir də bu layihənin miqyasına baxaq. 2 milyard dollar. Unutmayaq, bu 1940-cı illərin puludur. Bugünkü pulla bu təxminən 30 milyard dollar deməkdir. Yəni tarixin ən böyük elmi riski deyəndə bunun arxasında nə qədər böyük bir maliyyə və insan gücünün dayandığını anlamaq olar. Və nəhayət, ilk uğurlu sınaqdan sonra layihənin elmi rəhbəri Oppenheimerin dilindən bu dondurucu sözlər töküldü. Bu bir zəfər anı deyildi. Bu, onların öz yaratdıqları dəhşətlə ilk dəfə tam mənasıyla üzləşdikləri bir an idi. Artıq bomba bir nəzəriyyə deyildi, amansız bir reallıq idi. İndi isə gəlin o iki taley yüklü günə, o iki atom hücumunun konkret detallarına diqqət yetirək. Bu iki an bəşər tarixində bir dönüş nöqtəsi oldu. Deməli, iki fərqli missiya, iki fərqli şəhər, hətta bombalar belə fərqli idi. Baxın, Hiroşimaya atılan Little Boy uran tipli idi. Cəmi 3 gün sonra Nagasakiyə atılan Fat Man isə daha mürəkkəb və daha güclü plutonium tipli bir bombaydı. Gəlin o anı biraz daha yaxından hiss etməyə çalışaq. Bombanın təyyarədən ayrılmasından partlamasına qədər keçən vaxt cəmi 43 saniyə. Bu 43 saniyə ərzində Enola Gay təyyarəsi partlayışdan qurtulmaq üçün kəskin manevrlə uzaqlaşırdı. Amma buna baxmayaraq, partlayışın şok dalğası təyyarəni elə şiddətlə silkələdi ki, ekipaj bir anlıq onların da məhv olduğunu düşündü. 140 min. Bu sadəcə bir rəqəm deyil. Bu, partlayış, yanıqlar və radiasiya səbəbindən cəmi bir neçə ay ərzində Hiroşimada ölən insanların təxmini sayıdır. Bu rəqəm o vaxt şəhər əhalisinin demək olar ki, yarısı demək idi. Dəhşətli, həqiqətən də dəhşətli bir rəqəm. Və sanki bu faciə bəs deyilmiş kimi, bundan cəmi 3 gün sonra Nagasaki şəhərində anında 70 minə yaxın insan həyatını itirdi. Sonraki aylarda isə bu rəqəm daha da artdı. İki şəhər, yüz minlərlə itirilmiş can, saysız hesabsız yarımçıq qalmış hekayə. Amma bu rəqəmlər hekayənin yalnız soyuq, statistik tərəfidir. Əsl faciə o rəqəmlərin arxasında gizlənən insan taliləridir. Elə isə gəlin indi o statistikadan bir anlıq uzaqlaşaq və küllərin arasından sağ çıxmağı bacaranların hekayələrinə qulaq asaq. Bu hekayələrdən biri, bəlkə də ən simvolik olanı Sadako Sasakiyə aiddir. Bomba atılanda cəmi 2 yaşında olan balaca bir qız. Onun hekayəsi partlayışın ölümcül təsirlərinin illər sonra belə insanların həyatını necə alt-üst etdiyinin ən acı nümunələrindən biridir.
Amma xəstəliyin pəncəsində olan balaca Sadako ümidini itirmədi. Ona güc verən qədim bir Yapon əfsanəsi oldu. Deyilənə görə, əgər 1000 dənə kağız durna düzəltsən, ən böyük arzun yerinə yetər. Sadako da sağalmaq arzusuyla bütün gücü ilə o durnaları düzəltməyə başladı. Ancaq Sadako'nun ömrü 1000 durnanı tamamlamağa çatmadı. O, cəmi 644 durna qatladıqdan sonra həyata gözlərini yumdu. Amma onun hekayəsi burada bitmədi. Əksinə yeni başladı. Sadako bütün dünyada sülhün və nüvə silahlarına qarşı mübarizənin simvoluna çevrildi. Hətta bugün də dünyanın dörd bir yanından uşaqlar onun üçün qalan durnaları qatlayıb Hiroşimaya göndərirlər. Və indi, bəlkə də tarixin ən inanılmaz sağ qalma hekayəsi. Tsutomu Yamaguchi. Hər iki atom bombasından rəsmi olaraq sağ çıxan yeganə insan. Bir anlıq düşünün. 6 avqustda Hiroşimada iş səfərindədir, partlayışdan dəhşətli yanıqlarla sağ çıxır. 2 gün sonra birtəhər evinə Nagasaki çatır. 9 avqustda ofisdədir. Müdürünə Hiroşimada baş verən o cəhənnəmi danışarkən, pəncərədən yenə eyni kör edici işıq süzülür və ikinci bomba partlayır. Bəli, bu hekayələr keçmişdə yaşandı, amma onların yaratdığı təhlükə, onların kölgəsi bugün də bizim dünyamızın üzərindədir. Gəlin indi 1945-ci ilin mirasının müasir dünyamızı necə formalaşdırdığına nəzər salaq. Baxın bu diaqrama. Solda gördüyünüz o kiçik sütun var ha? Bax o Hiroşimaya atılan Little Boy bombasıdır. 15 kiloton. İndi isə onun yanındakı müasir döyüş başlıqlarına və xüsusilə də tarixdə sınaqdan keçirilmiş ən böyük bomba olan Çar bombasına baxın. Fərq sadəcə ağla sığmazdır. Little Boy onların yanında az qala bir oyuncaq kimi görünür. Və bugün dünyada təxminən 14.900 ədəd nüvə başlığı var. Onların demək olar ki, hər biri Hiroşimanı xəritədən silən o bombadan qat-qat güclüdür. Bu rəqəm əslində bəşəriyyətin hələ də barıt çəlləyinin üstündə oturduğunu və qlobal bir fəlakət riskinin nə qədər real olduğunu bizə bir daha xatırladır. Və bütün bunlardan sonra ağla tək bir sual gəlir. Cavabı heç də asan olmayan bir sual. Nüvə silahı olmayan bir dünya ümumiyyətlə mümkündürmü? Bu sual təkcə siyasətçilərə yox, hər birimizə ünvanlanıb. Çünki Hiroşimanın və Nagasakinin mirası bizə bir şeyi xatırladır. Yaratdığımız gücü idarə etmək məsuliyyəti də bizim üzərimizdədir. Bəlkə də bu hadisədən çıxaracağımız ən böyük dərs bir daha heç vaxt, heç bir şəraitdə günəşin yerə düşməsinə icazə verməməkdir.